Güyümlərdən yuxarıda qədim stillə tikilmiş belə bir ev satılır. Bu evin girəcəyidir, darvazadan içəri girdiyimiz yer. Yeri metlaq, divarlar metlaq. Bu evə qalxan bilənkən buradan həyətə xoddur. Evin pəncərələri şəbəkədir, Xansarayın şəbəkələrindən. Bu hissədə rakvinası. Sağda plənkənin altıdır. Buradan da padvala giriş. Padval dərindir, beton tökülür. Bu evin altıdır. Həyətdə hovuz, hamam, ayaq yolu, su kəni. Ev kombi sistemindən ibarətdir. Kombisi həm qazla, həm işıqla işləyir. Buranın qiyməti 125.000 manatdır. Real alıcı olarsa indirim olar. Evin altı padvaldır. Buranın da padvala da siment dökülür. Bu həyəti, ümumi həyət 5 sota kimidir. Ev böyük olduğu üçün demək olar ki, həyətin çox hissəsini tutub. Bu evin qabaqdan görünüşü, evin üstü dəmirdir. Tirlərin hamısı dəmir durbadan ibarətdir, taxta istifadə olunmayıb. Evin kardağında pol hissəsinə siment vurulub. Bu da qaraja xoddur, sol hissəmizdə olan. Burada ayaq yolu. Bu həyətdə olan ayaq yolu, hamam ayaq yolu həm evdə, həm həyətdə mövcuddur. Bu garaja giriş. Garajda da belə bir yer var. Rakvinadır, əl üz yumaq, paltar yumaq, maşın yumaq. Bu kimi istifadə olunub. Bura hamam. Bu evin girəcəyində olanda balkondur. Girəcəkdə sağ hissədə belə bir otaq var. Evin lüstrləri də qədim stillədir. Bu kombi yerləri də şəbəkədən yığılıb, pəncərələri hamısı şəbəkə. Bura böyük bir aynəbənd. Bura
bir otaq, otaqların hamısı böyükdür. Bura digər otağı. Bu otaqlara Aynəbənddən də girmək mümkündür. Aynəbənddən otaqlara xod var. Bu digər otaq. Bu hissədə mətbəx yerləşir. Və burada başda hamam və ayaq yolu. Hamam ayaq yoluna mətbəxdən, həm də Aynəbəndin baş hissəsindən girmək mümkündür.